valideynlərə yaxşılıq böyük günahların bağışlanmasına səbəbdir. Hətta böyük günahların bağışlanmağını istəyirsənsə, valideynə yaxşılıq. Baxın, Abdullah ibn Abbasdan belə bir rivayət olunur. Bir nəfər onun yanına gəlib dedi, yəni mən çox böyük bir günah etmişəm dedi. Yəni elə bir günah ki, böyük günahlardan birisi. Yəni o günah bəzi rivayətlərdə qeyd olunur. Yəni zina olsun, pis əməl olsun, haqsız cana qıymaq olsun və s. Deyir ki, İbn Abbas belə cavab verir. Anan sağdırmı? Dedim, xeyr, vəfat edib. Dedi, o zaman Allah'a tövbə et və bacardığın qədər ona yaxın olmağa çalış. Sonra İbn Abbas'ın yanındakılar ondan soruşdular. Niye onun anasının sağ olup olmadığını soruşdun? Dedi ki, mən Allah Teala'ya valideynə yaxşılıq etməkdən daha yaxınlaşdıran bir əməl tapmıram. Alimlərdən Əhməd Mühəmbəl deyir ki, valideynə yaxşılıq bütün günahlar üçün kəffarədir. Yəni bütün böyük günahlar üçün nədir? Bağışlanmadır. Onsuz da balaca günahlar üçün bağışlanmadır, amma böyük günahlar üçün bağışlanmadır. Baxın, bu rivayətdən böyük bir ibrət çıxır. Valideynə yaxşılıq, xüsusilə anaya, insanı Allahın razılığına ən çox yaxınlaşdıran və böyük günahların bağışlanmasına səbəb olan əməldir. İbn Abbas'ın bu sözləri göstərir ki, birrul valideyn, yəni valideynə yaxşılıq təkcə salih əməllərin ən üstünü deyil, həm də tövbənin ən güclü dayağıdır. Yəni kim anasına və atasına yaxşılıq etsə, Allahın rəhmətinə və bağışlanmasına ən yaxın yerdədir.